Aha, mırıldamağa başladı. Xallı. Mən durum yanında bir çəkimlər. Hə, bundan narahat olma, bu ağıllı heyvandır. Qardaş oxudu, atdı mə bloka. Yaxşı qanı var. Oskarın oğludur. Oskarın qanı bel qırıq, pələncə gedib çıxır, çox adam tanıyır. Özüm də ehtiyat eləyirəm bundan biraz. Hal-hazırda neçə yaşı var? Xallıların anasıdır. Şəraiti qurmusan bu otaqda. Bu soyuqdan mən şaxtadan bu dəqiqə donmuşam. Operatorumuz da barmaqlarını hiss eləmir. Yenə də bu əziyyəti sizin üçün çəkirik. Belə deyək də, biz bu əziyyəti çəkiriksə, siz də bu belə deyək, qarşılıqlı hörmət qoyaq və abunə olaq, like eləyək videolarımızı ki, bizdə baxış sayımız artsın ki, daha da motivasiya yaransın və biz gedək yaylaqları çəkək, lazım olan kadrları sizə göstərək. Sizi Pitomnik 007-dən salamlayıram. Söz verdiyim kimi demişdim ki, bu 5-ci gün bu buraxılışı efirə inşallah çəkib verəcəyik. Cavidan, çox sağ ol ki, vaxt ayırdın mənim üçün. Cavidanı mən çoxdandan tanıyıram. Çox möhtəşəm bir dənə də Akitası var. O vaxtdan tanış olmuşuq çoxdandan. Nəysə ki, Cavidan, ilk öncə salamla hamını. İzləyicilər də salamlayıram buradan. Möhtəşəm. Ümid edirəm ki, sizin üçün yaxşı bir video çıxardarıq. İnşallah çəkək, göstərək, görək nə var, nə yox. Gördüyüm qədər göyərçinlər də saxlayırsan. Bəli, göyərçinlər də var. Sən neçə ildir ümumiyyətlə bu çoban itlərinə? Çoxdan saxlayıram. Göyərçini də elə çoxdan saxlayıram. Hə, şeydir. Göyərçinləri də çoxdan saxlayırsan. Bəli, göyərçinlər elə bir 9. Bu hardan yaranıb bu sevgi səndə? Uşaq vaxtı. Bir dənəsi gəlib düşüb həyətə, xoşum gəlir. Saxlamışam eləli. Belə çoxaltmışam, azalıb. Xəstəlik, göyərçin biraz belə incə heyvandır. Xəstəliyi də tez tapır. Biraz nazı ilə oynamaq lazımdır. Yaxşı qulluğun eləmək lazımdır. Gözəldir. Adamı belə deyək də, hər insanın zövqündə bir heyvan olur ki, onun əsəblərini sakitləşdirir, ona xoş gəlir. İndi sən də belə deyək, göyərçinlərdə tapmısan bu sakitçiliyi, huzuru. Nəysə ki, düşünürəm ki, artıq başlaya bilərik. Ümumiyyətlə neçə heyvan var burada? Burada 7 dənə heyvandır. 7 dənə. Dedin ki, qəti surətdə ona yaxın getməkdə. O əsəbi oğlandır biraz. Bəli, o biraz əsəbidir. Adı nədir? Xallı dadır. Bunun anası da buradadır. Sizdə neçə dənə xallı var? 3 dənə. Anası, 2 dənə özü. Hamısı xallıdır da? Bəli, hamısı xallıdır. Bir də mən mikrofonda düzəliş eləyim. Hamısı xallıdır. Bəli. Və niyə belə hamısı xallıdır? Biz qoymamışıq adım. Bunları alıb gətiririk. Sənə üzr istəyirəm əziz izləyicilər. Əlcəkdə belə papaqda hamımız ona görə ki, bura dağlıq ərazidir, çox hündür yerdir, həqiqətən də çox soyuqdur. Nəysə ki, sənə artıq gələndə hamısının adı xallı idi. Bəli, üçünün adı xallı idi. Maraqlıdır. Rayon yerində olub. Rayon yerində də el adları sevilir. Rayon yerində el adları sevilir. Hə, olsun. Adın xallı qoyur. Təbii ki, indi seçim özləri. Sadəcə olaraq bir fərqləndirici bir nəsə eləmək lazımdır da, əgər bu ona görə deyirəm. Fərqliliyi biri dəlidir, biri ağıllıdır. Neçə yaşı var? Xolkası neçədir? Çəkisi neçədir? Xallının 4 yaşı olacaq. Aha, mən çox gəlmirəm. Mən gətirim bunu biraz yaxına gəbrim. Aha, gətir yaxına kamera çəkək. O zəncir çatır deyə bura əziz izləyicilər deyir ki, buna qəti surətdə yaxın getmə, çünki təhlükəli oğlandır. Aha. Əsəbləşmə. Aşağıdan götür, görsənsin onu. Bu belə deyək. Gələ bilərsən, qorxma, əlimdədir, narahat olma. 70? Çəkisi 70-72 olur belə. Aha. Mırıldamağa başladı. Xallı. Xolkası da olar hardasa düşünürəm. 86-87 olar. Olar. Balaca deyil. Çəkisində dediyim kimi 72 kilo. 72 kilo. Burada anası buradadır. Anası Bekin qızıdır. Siyəzəndə olub o heyvan. Akvarisin nəvəsidir. Akvaris. Onda anasını göstərəndə deyərsən ki, göstərəcəm anasını. Bəli, anaları buradadır. Xaltasını gəl çək ki, xaltasında da xallı. Xallıdır. Qəşəng. Öz adıdır. Atası bu heyvanın betonu olub. Amma o heyvan çox yaşamayıb. Yəni tez ölüb o heyvan. Bu da betonun oğludur. Betonun qanı da elə Qoroçlara gedib çıxır. Bizim bildiyimiz kimi hər yerdə paylaşırlar Qoroç. Qoroça gedib çıxır qanı. Bunun ana babası 108 kiloya kimi çəki yığırdı. 108 kilo. Bəli, akvaris çox böyük heyvan idi. O əvvəl mənim lap yaxın bir dostum da olub. Sonra o heyvan Siyəzənə getmişdi. Ondan balası oldu, Bek. Onun anası da Bekin qızıdır. Biraz dəli heyvandır bu. Yəni adam qarşı, biraz həm adamcıl, həm heyvancıl deyəsən. Həm adam, həm heyvan. Bu biraz
Apasın heyvandır. Bunu ehtiyatlı götürmək lazımdır bunun yanına. Ona görə elə mən də çox şey eləmirəm. Ümumiyyətlə ən hündür heyvanın hansıdır? Ən hündür heyvan burada bunun qardaşıdır xallı. Qardaşıdır. Qardaşıdır. O təxminən onun xolkası neçə olar? Təxminən 87-88 belə olar. Mən bəlkə 90 dollar deyə dayansa bilmək olmaz da. Onda düşünürəm ki, bu ondan balacadır. Düşünürəm onu çəkərik. Çünki bu deyirsən adamcıldır. Bu adam sənə ölçmək bu dedim ki, adamcıldır. Biraz onda elə xoşlanmır. onu ölçərik. O adamcıl deyil ki. Yox, Onda elə onu ölçərik inşallah. Bu bir dənə bunun dolandığı insan mənəm ki, bu gəlir, qolumu tuturam belə, başını qoyur, sığallayıram. Ancaq mənnəm. Bir də görürsən paltarımı dəyişirəm, özümü də mırıldayır. Başqa paltar görəndə, tanımır. Möhtəşəm. Ümumiyyətlə, yox, problem yoxdur. Ümumiyyətlə, Cavidan, siz nə ilə qidalandırırsınız burada? Ət, pişmiş ət veririk, çiğ ət veririk, korm var, korm veririk. Baxırıq da. Yəni qarışıq, rasionu qatırsın. Heyvandır, bilmək olmur, əti, çiğ əti 2 gün, 3 gün yeyir, bir də görürsən yaxşı yemir. Amma qidasını dəyişirsən, biraz korun verirsən, görürsən təzədən ətə yaxşı. Toyuq əti az bir hallarda veririk. Toyuq əti ilə də qidalansın. Bəs ümumiyyətlə bir çox hallarda deyirlər ki, itlərin toyuqlara qarşı allergiyası olur, toyuq ətinə qarşı. Bu çoban itlərində də olur belə? O olur, Rəsul. O heyvanın özünə də onu biraz öyrədə vermək lazımdır. Yəni birdən-birə 3 gün, 4 gün dalbadal toyuq verərsən, görərsən səpki əmələ gəldi. Yəni heyvan bir yerindən tükün tökə bilər. Yavaş-yavaş öyrədə, yəni sonra yoxlamaq olar ki, var yoxsa yoxdur. Bəli. Sonra lap 5 gün də toyuq versən, onu götürübsə, bədən qəbul eləyibsə, götürür onu. Yəni problemi yoxdur. Bizdə bu özü çox toyuq ətini dəhşət xoşlayır. Toyuq əti ilə də dəhşət tez kökəlir. Bir həftə buna dalbadal toyuq ətini verin, bu heyvan görərsən ki, dönüb arxaya baxa bilmir. Çox züvərləşdi. Amma malı atxodun o qədər həvəsinə yemir. Toyuq sevir də. Toyuğu çox xoşlayır. Bu əsas da bu. Toyuğu xoşlayır. Necə deyirlər, hərənin bir ağız dadı var. Bu çox xoşlayır. Başqaları ət xoşlayır, nə bilim. Bunun qardaşı yekə xallı korumdan ötürü ölür. Nə qədər verim korum yeyəcək. Gördüyüm qədər burada sizdə ərazi çox qəşəng, hündür, belə deyək, enişli, yoxuşludur və videolardan da görürəm ki, açırsınız, buraxırsınız, qaçsın. Özləri gəzirlər. Belə deyək, məşq eləsinlər özləri üçün. Özləri gəzirlər. Bu da belə deyək də, təbii raboçi vəziyyətə gətirir. Yorulur, özü qayıdır həyətə gəlir. Burada qapını açıq qoyuram, mən burada işlərimi görürəm. Məsələn, yerin təmizləyirsən, açıqdan bir-bir çıxırlar bayıra, qayıdıb gəlir, özü suya qayıdıb gəlir heyvan. Əlbəttə. Gözəl. Nədir? Düşünürəm ki, dəyişək. Dəyişək, keçək başqa. Çox gözlətmək olmaz. O zənciri zəhmət olmasa rəsmi. Bu dediyin xallıdır deməli. Bəli, bu o xallının qardaşı. Ən böyük olan. Ən böyüyü budur. Qəşəng. Mən durum yanında bir çəkim də. Bundan narahat olma, bu ağıllı heyvandır. Oyo. Gözəldir. Nədir? Xallı, nədir? Gəl. Deməli, o onunla elə birə-bir ananın qardaşı. Yəni ki, bir eyni vaxtda doğulmuş baladır, eyni anadan olan qardaşlar. Anadan eynidirlər. O bundan böyük qardaşdır. Onun 4 yaşı olacaq. Onun 4 yaşı olacaq. Onun 4 yaşı olacaq, bunun 3 yaşı olacaq. 1 il fərqi var təxminən. 1 il fərqi var. O bundan böyük qardaşdır. Bunun atası? Bunun atası Barbosdur. Çempion Mangonun nəvəsidir. Bunlar Barbos mən görmüşəm deyəsən onu. Böyük heyvandır, başı xalın yekə heyvandır. Barbos bozumtul fason belə bir. O da Mangonun nəvəsidir. Çempion, 3 qat çempion Mangonun nəvəsidir Rusiyada. Mangonun oğludur. Oğludur. Bu onun nəvəsi sayılır. Xallı. Elə kakaz durmuşkən Cavidan gözlə. Boyun ölçmək istəyirsən? Əsəbləşmə xallı, əsəbləşmə. Yox, narahat olma, gəl. Xallı, əsəbləşmə. Əsəbləşmə xallı, əsəbləşmə. Düz. Xallı qara bax, xallı. Həştad 8 tük yatanda. 88. Onda sən elə düz demişdin. Təxmini elə düz belə olacaq. 88. 8-i də Rəsul.
Çəkisi də qalxır 86 çəkmişəm. Aha. 87 çəkmişəm. Aha. Yay aylarında düşür 78 falan olur, amma qışda 86, 87. Hələ heç ürəyim istəyən qədər də köklükdə deyil, amma 86 kilo gəlir indi. Yaşa. Ürəyim Məncə Bəli. məncə ideal çəkidədir. Vitaminlər Bir balaca artsa olar, bir Hə, balaca. özüm Amma də istəyirəm məncə ki, mən artsın. iti çox köklətməyin Yo. Çünki Əleyhinəyəm. bu mən bir sənə söz bunları Aha. çox kökəldib yatızdırmaq başqa şeydir. Aha. Yedirib buraxıb gəzməyə o başqa şeydir də. Yəni yediyin əzəliyə verir. Şişir heyvan qəşəngdir. Ona görə yedirdirəm, buraxıram gəzir. Özüm yəni qulaqlarımla eşitməmişəm, yəni gözümlə görməmişəm, amma deyirlər ki, güya belə bir söhbət olub ki, bu K9 təlimi var da, bilirsiniz də bu Avropada. Güya onlara da nəsə bir söhbət olub ki, sizdə itlər sadəcə olaraq eşitdiyim də, yəni çerez eşitdiyim bir şeydir ki, deyirlər ki, bəs itlər çox arıqdır falan. Onlar da deyir ki, bizim yetəri qədər büdcəmiz var ki, yəni həddindən artıq yetərincə büdcəmiz var ki, onları yetəri qədər kökəldək. Bizə lazımdır ki, it lazımı səviyyəyə qədər tullansın, lazımı şəkildə qaçsın, bildin nətər? Yəni burada da indi sizdə təlim mərkəzi olmasa da insana xoşdur ki, it rahat şəkildə hərəkət edə bilsin də. Formada qalsın, qaçsın, tullansın, nə istəsə rahat hərəkət edə bilsin. Bunun özünün bu çəki ilə sən qaçmağını görəsən. Təsəvvür edə bilmərsən ki, bu heyvan yəni bu boyda çəki ilə qaçır. Necə qaçır? Bərk qaçır, çox möhkəm qaçmağı var. Adi burada axşamlar tülkülər olur falan, gəzirlər. Düşür dalıcan, nə bilim, qaçır ora bura. Burada bunun qanından var bir dənə də heyvan var. Buraxıram, oradan dostumuz buraxır gəlməyə. Budur. Oynayırlar. Onun qanına yaxındır qanına, oynayır. Bunlar deməli təmiz belə deyək, təmiz deyəndəki Valkadav gedir. Bəli. Əzm onu. Eləmə onu. Gəl. Bu çox hayasızdır. Rəsul, bu heyvan bala 22 gün yemək yemədi. Niyə? Xəstələnmişdi bu heyvan. 22 gün bu heyvanı sistemində Neçə aylıqdır o ümumiyyətlə? Bu 6. 6 aylıq. Bu heyvan 22 gün yemək yemədi, yazıq. Güclə bala ilə böyütdü, düzdür, balaca qalıb, amma qanı qəşəng. Atası Maxnodur, anası Pulyadır. Ay. Çox hayasız baladır. Qucağıma götürülməyi xoşlamır. Əlimi dişləyir ki, eləmə. Mən eləmirəm axı, bax sən ilişirsən mənə, sən sataşırsan mənə. Hə? Eləmə, allı, gəl bura. Səninlə bir deyil axı. Sən sataşırsan. Maxnonun oğludur. Anası da Pulya, Almazın qızı. Məşhur Almaz var Rusiyada. Onun anası var burada dostumuzda bir nəfərdə. Pulya, o dişini çox adam tanıyır. Anası odur o erkek balanın. Atası da Maxnon. Rusiyada 5 dənə çempion qardaşı var. Bu balacanın. Bəli, çempion qardaşları var Rusiyada. Gözəldir. Düşünürəm ki, bu itimiz haqqında nəsə danışılacaq nəyimizsə qaldı. Başqa heç bir şey. Onda heç dəyişək. Boyunu dedik, çəkisini dedik, qidalanma haqqında danışdın. Belə deyək. Başqa nə maraqlıdırsa deyək. Dəyişdikcə sualları mən sənə deyəcəm. Bu da bizim bənəkdir, biraz qorxaq heyvandır. Bu xoşlamır. Görürsən də özün də yığıb biraz. Belə deyək, sosiallaşdırılmıyor. Sosiallaşdırılmıyor. Bu 6 ayına qədər heç həyətdən çıxmırdı bayıra, qapı açıq qalırdı, çıxmırdı bayıra. Bu özümüzdə doğulub böyüyüb. Bunun atası Rıjikdir. Çox gözəl heyvan idi. Qocalıb o heyvan. Burada deyil hal-hazırda. Anası da Osetiyadan gəlmişdi. Yəni oradan da o bura gələndə çox baha bir qiymətə gəlmişdi. O dişini də çox adam tanıyır, TikTokda paylaşırlar videoların. Yəni o bura gələndə Osetiyalılar demişdi ki, Osetiyanın ən güclü dişisi satıldı Azərbaycanda. Bu onun balasıdır. Bu onun balasıdır. Ata tərəfdən Jelezni Piratın qızıdır. Tanınmış Moskovski Pirat deyirlər, Jelezni Pirat deyirlər. Onun qızı idi. Atası da ki öz heyvanımız idi. Atasının qanı Qoroç. Gəncə pota var idi. Çox yaxşı bir heyvan idi. Qoroçun nəvəsi bizim heyvanı idi. O da qocaldı, çox yaşlaşmışdı, amma o heyvanın çox yaxşı olardı ki, görərdim burada. O heyvan o yaşı bildirmirdi. Riski birdən heyvan
düşdü. Anası Bax, ağlanın qızıdır. söz deyir yerinə çəkər də. Aha. Sən görsən özün öz ağzınla deyirsən ki, kaş o iti göstərərdiniz də, Hə. belə deyək də, belə Bəli, çıxdı da bəli, sözündən, bəli, bəli, düzdür? bəli. Bu yerdə də əzizlərim sizə səslən. O günləri bir elə deyim siz də bir gülməlidir şəxsən mənim üçün ki, yaylaqlarda itlər qoyun otaran, it saxlayan qardaşlardan birini tapmışam TikTokda. Yazmışam buna ki, salam aleykum, deyir, aleykum salam. Deyirəm bəs şeydir, gəlmək istəyirik. Biz bu işlə məşğuluq da. Yəni çəkirik, göstəririk gözəllikləri Azərbaycanda olan görməyən qardaşlara da göstəririk. Xaricdən də baxırlar ki, bizim necə itlərimiz var. Qardaş oxudu, atdı məni bloka. Yəni burdan sözümü ona gətirirəm ki, qardaşlar, bunu göstərməkdə heç kim üçün, məsəl üçün Cavidan indi göstərir. Bu Cavidan üçün mən düşünürəm, şəxsən mənim fikrimdir ki, Cavidan üçün bu fəxrdir ki, göstərir ki, Cavidanın necə itləri var. Düzdür, əzizim? Bəli, bəli. Yəni burada nə qəbahət ola bilər ki, və yaxud da mən düşünürəm ki, həmin adamın nəsə zibili olub, o çəkilişə Əslində o çıxmaqda. çox yaxşı bir Hə. fikirdir. Yəni belə bunlar gəlmə heyvanlardır, belə deyək. Heç. Gedib rayon yerlərində, fermalarda Aha. yerli heyvanlarımızı çəkmək Aha. çox əla Gözəl olar. olar, əlbəttə. Çox gözəl olar. İndi demək olar ki, az qalıb onlardan. Həqiqətən də az Təmizi qalıb. az qalıb, o da fermalarda. Burada Aha. ola bilər, amma hara gedib axtarsan, axırına çıxsan, Aha. görərsən ki, qanında bunlar var, qarışdırılıb belə, amma fermalar elədir ki, orada qarışılmır, özləri bir-birlərindən Bəli. yavaş törüyürlər. Yəni Yəni 30 o ildir, çox 40 ildir gözəl ki, olar, yəni o bəli. işlə, yəni ki, qoyun otarırlar və yanlarında Bəli, olan bəli, itləri bəli. özləri yetişdirirlər də, belə deyək, öz sürüləri üçün. Bu da bizim həm insanımız üçün, mən düşünürəm ki, sənin özün üçün də bu maraqlı Bəli, olar. Məsələn, bəli, bəli. it saxlayan bir insan Bəli, kimi bəli. sənin özünə də maraqlı olar ki, Görərik baxasan hansı ki, məsəl üçün fermalarda nələr Qubada var, hansısa bəli, qardaşın bəli, gör bəli. necə qəşəng itləri var. Düzdür? Quba, Şamaxı zonasında belə yerlərdə onlar axtarsa, Yo, tapılsa, inşallah bir göstərsələr, neçəsini tapmışam. çox İndi gözəl yerli digərləri ilə də heyvanlarımız var. əlaqədəyik. Görək bir daha Ona burdan mən də köməklik eləyərəm sizə. mütləq, Görək. mütləq. Bəli. Bilirəm, hə, bilirəm. Keçən dəfə danışdıq elə, dedi ki, kömək eləyəcəm. Burdan da mən nömrəmi həmişə qeyd eləyirəm. Burdan da səsləndirirəm ki, 050 555 0090. Əgər belə bir tanışınız, dostunuz, uzaq bir tanışınız varsa, mənimlə əlaqələndirin, zəhmət olmasa. Gedək, danışaq uyğun vaxtda. Mən heç kimi narahat eləmək istəmirəm. Yəni danışaq, uyğun bir vaxt eləyək, qəşəng bir çəkiliş çəkək. Gözəldir Cavidan. Düşünürəm ki, bunun boyunu dedik, Bir yoxsa yaş, 7 aylıqdır. Aha. Bunun da boyun ölçməmişəm. yox, ehtiyac yoxdur Yox, məndə. boyunu Gözəl ölçməmişəm, heyvandır. amma Hə, belə bu yəni heyvan dursun stoykada duranda yox, iri stoykada görsənir. dursa amma da indi durmasa da özün belə gör, bir şey hə. deyim də. Boy əslində nədən maraq doğurur ki, ən böyük heyvanın neçədir? Bilirəm, Əzizim, bilirəm, 88. Hı. Düzdür? Super. Yəni gül kimi heyvanlardır. Düşünürəm dəyişək Cavidan. Hə, Cavidan. Deməli bunun adı da nədir? Bizim pələngdir. Aha. Bu da cavan heyvanlardandır. Yaxşı qanı var. Oskarın oğludur. Aha. Oskarın qanı belqırıq pələngə gedib çıxır. Çox adam tanıyır, bilirlər, tanıyırlar. Anası Adır var idi. Adırın qızıdır. Azərbaycana gəlmişdi o heyvan. Gəlmə heyvanı idi. Çox yaxşı bir heyvan idi. Yaman şıltaqdır. Hə. Bu özü də bu balacalıqdan belə açıqda qalıb deyənə, bu zəncir görməyib, az görüb. Belə dağıdıb töksün, nə bilim. Əziz Gəlsin. izləyicilər, gördüyünüz qədər başında yarası var. Burada yemək üstündə Hə. tutuşublar itlə. Burada güclə bunları ayırıblar. buraxırıq. Aha. İkisi, üçü bir yerdə gəzirlər. Aha. Baxın məsələn, bununla o yola gedirdilər. Aha. Bir yerdə gəzirdilər. Çıxırlar bayırda bir sümük tapırlar, nə bilim, başqa bir şey, yeməli bir şey tapır. Yox, bilirəm əzizim, mən özüm də 3 dənə itim var. Təsərrüfatım yoxdur, 3 dənə itim var. Yəni bir də görürsən ki, yəni nə isə üstündə Dalaşırlar, səbəb hə. tapırlar və yaxud çöldən nəsə qıcıqlandırır onları. İtlərdə belə bir şey var da ki, Bir-birinə qarşı toxunanda tərəfi da, tuta bilməyəndə yanındakını Bəli, tuturlar. bəli, Yəni elədir. belə hadisələr olur, başa düşürəm. Əsəbindən bir-birlərinə Hə. toxunurlar. Keçmiş olsun. Çox hayasız heyvan. Şıltaqdır, çox Hə, şıltaqdır. Çox şıltaqdır. Aha. Dəhşət. Yəni bu heyvan aç burax bu dəqiqə Novxanına bir qrup vursun, qayıtsın, gəlsin. Elə bir Enerji heyvan. bitmir. Enerji bitmir. Neçə yaşı var dedin? Cavandır o da. 1 yaş. Hə, fevral ayında 2 yaş olacaq da belə deyək. 2 yaşı olacaq. Bəli, görüb elə ki. Balaları necə verir? Ümumiyyətlə it satırsınız siz? Xeyr, olmur demək olar ki, satdıq heyvanı. Dostumuz pay falan olur, belə pay veririk balalardan özümüzdə çox olanda. Aha. Çox olmayanda saxlayırıq. Məsələn, orada hal-hazırda xalıların anasının 3 dənə balası var. Aha. Yəni onlar satılmayacaq özümüzdə. Artırırsınız. Bəli, bəli, saxlayacağıq onları. Çünki Hə. Yer tikməlisən amma. bəli, olacaq, olacaq yerlər tikiləcək. Oradan indi artırma olacaq. Aha. Hə, yer böyüdüləcək. Aha. İnşallah, inşallah. İnşallah, görək. Fikirləşirik onları. İnşallah.
Deməli, amma indi hal-hazırda balalar var da bizə Bala çəkmək. çəkəcəm, Çəkəcək inşallah. göstərəcəm Onda sizə bunu balalar. dəyişək inşallah. Hə. Dəyişək. Çəkək. Hə, bu da Adamcıl Qafqaz. Bunun adı nədir Cavidan? Mişa. Mişa, qəşəng, zor atı. Bir neçə dəfə də qarşılaşmışam Mişa adı ilə. Mişa bura başlayarsan. Gəlmə Qafqazdır. Gəlmə heyvandır. Hə, bəli, oradan alınıb gəlib Mişa. Bunun çəkisini, boyunuz adını bilirsən təxminən? Yox, çəkməmiş. Amma deyirsən ki, ölçə də bilməyəcək çünki adamcıl. Hə, bu biraz Hə. adama cumur, bunu elə Ha. belə çəkib. Mişa. Qafqazlar çox gözəl heyvanlardır. Çox sevirəm onu. Bu əslində əvvəl mənə də cumurdu elə. Prosta birdən dostlaşdıq. Nətərsə oldu, alındı, hə? Dostlaşdıq. Müş. Qəşəng düşür kadrda. Mişa. Otur onun Biraz- yanında bir dənə qucaqla onu. Göyərçinləri kadr boşlamış. Özüm də ehtiyat eləyirəm bundan biraz. Aha. Hal-hazırda neçə yaşı var? 4 yaşı var. Mən bildiyimə görə çox güclü də bir qanı var, amma onun dəqiqliyini Tanımırsan. bilmirəm. Yəni Bildim, deyəməm bildim. sərgi heyvanlardır. Hə, bildim. Atası, anası. Radoslovnu, Səcərəli. Bəli. Gözəl. Sən ümumiyyətlə özün də Qafqazları xoşlayırsan, ha? Xoşlayıram. Başa düşdüm, Mişa, başa düşdüm. Baxışından başa düşdüm. Bu özümə də tərs çox da yaxın gəlmə demək istədim. Özüm də qorxuram bu Hə. heyvandan. Aha. Çünki bunlar biraz parabeyin heyvanlardır. Evet. Sal Cavidan, sal gedək küçükləri çəkək. Gedək. Əzizlərim, bir məqama toxunmaq istəyirəm. Xallıların anasıdır. Baxın. Hər iki xallının, baxın, ölçüyə baxın. 5 Anası. yaşı var, hə dedin? Bəli, bəli. Arıq olmağına fikir verməyin, çünki hal-hazırda süd verir. Balaları var. Balaları var, süd verir, belə olmalıdır. Fərq göz qabağındadır. Ataları bəs necə idi? Atalar kabartdı. O Aha. heyvan gəlib. Aha. Yəqin ki, kabardı tanıyarsan. Tanımıram, Kabard yox, amma 3 hə. TikTokda paylaşırlar o heyvanı da. Eşitmişəm. Hə. Bəli, kabardın nəvəsidir o demək olar ki, özünə ən yaxın inbreeding qanlardan biridir. Yox, bildin mən nə demək istəyirəm? Nəyini? Bəs atası özü ölçüdədir. Xallının Hə, hə. atası, Xallının atası hə, o çox böyük heyvandır. Bundan da Hə. böyükdür. Atası bundan da böyükdür. Məsələn, oradakı Xallının Bildin da nə demək istəyirəm ki, Bildim, bu yox, yox. anası belədirsə, yəni bilirəm, atası başa heç düşürəm. olmasa O böyük olmalı. bu Xallının qanında böyük heyvanlar var. Çoxdur. Bunun özünün də qanında böyük heyvanlardır. Elə dediyim kimi bayaq Akbaris var, bunun babasıdır. Yəni o heyvan 100-dən yuxarı olub onun çəkisi. Mən görmüşəm o heyvanı da canlı. Bu oğlun çox istəmir. Fikri qalıb orada. Bu oğlun çox istəmir. Onu çox istəyir Rəsul. Oradakı böyük O oğul. birisini. O oğlun çox istəyir. O konkret bunun yanında böyüyüb deyə, Aha. həm də bir gəliblər. Bunu çox istəmir. Onunla nəfəs alır. Atnaşeniyası yoxdur. Yox, onu xoşlamır. Gedəksən balalarında çəkək. Gedək balalarını çəkək. Gəlin bax. İstəyirsən bunu bağlayardın. Yox, narahat olma, Rahat. əlində tutacam. Kabart 4-ün balalarıdır. Ataları. Aha. Aha. Gəlin, qorxmayın, narahat olmayın, gəlin. Uy, anı bunlar. Buradan, gəl bura. Gözləri təzə açılıblar hələ. Can, elə çox balacadılar. Hələ çox xırdadılar. Boz erkəkdir, balaca, ən 3 balaca. dənədir. Bəli. 3 dənə verib bala. 10 dənə idi. Öbürə. Bəli. Keçmiş Bu olsun. 2 dənələr dişidir. Hə, yekələr Bu dişidir. balaca erkək. Balaca erkək. Bəs sizin başınıza gələnlərdən soruşum ki, bu dünənləri də bir qardaşla dünən səhər gün çəkilişdə idi, ondan da soruşdum. Bu deyirlər ki, ən balaca olan gəlir, sonra ən böyük olur. Bəziləri deyir ki, yox, seçəndə. Olur. Ha. Hə, o görünən bir şeydir. Siz də fikirləşirsiniz ki, dəyişikdir də. Gah belə olur, gah belə olur. Çox vaxtda böyük, Ola da bilər, ləngi olur. olmaya da bilər. Balaca amma hayasız olurlar balacalar. Elədir. Burada əzizlərim, biraz darısqallıqdır. Ona görə biraz keyfiyyət aşağı düşə bilər. Çünki 0.5 ilə çəkirik hal-hazırda. Geriyə çəkmişik biraz. Cavidan, deməli sənin də necə deyərlər, şəraiti qurmusan bu otaqda, hə? İtlərin hamısını. Boyunluqları, Bəli. Boyunluq, ağızlıq. Yəni ağızlıq çox istifadə olunmur burada. quruz. Bəli, quruzdur. Aha. Adam Hədə baxır. ağızlığı burada nə edirsən ki? Bəli, Prosta var da. Bu nədir? Daraqdır. İnteresan. O at darağıdır bildiyim qədərilə. Hə. Sən itlərdə Yox, at var idi da burada. Hə, var idi. Hə, var idi.
Bunlar da onda özün yazdırmısan. Bəli, bəli, onlar dostumuz var, Eyvaz kişi. Hə, tanıyıram, tanıyıram. Eyvaz Eşitmişəm hazırlayır. adını. Burada zəncirlərdir, zəncirlər Aha. istəsək. Zəncirlər var, xaladenikdir burada. Zəncirlər də zəncir də, Bəli, sənə bəli, deyim. ağır zəncirlər var. O Ağır, kitaylarda, yüngül. videolarda var ya o. Hə, O böyle. Çox ağır diyor bu Ağır, zəncir. ağır. Onlar lap ağır çəkilir üstlər üçün. Şeydir, tərəzi də var burada. Bəli. Tərəzilər də Tərəzi var. biri dostumuzdadır, bu burdadır. Aha. tərəzi. Dezinfeksiya aparatı lazım olanda. 2 dənədir Dezinfeksiya dezinfeksiya eləmək aparatımız. üçün, Biri də hə. arxamda elə sənin orada. Mişar, nasos, nə desən Bu var. korumdur. Şəraiti qurum. Hə, biri də burdadır Hə, dezinfeksiya. bu korumdur burada. Aha. Buradan yanına. Bu quşlarındır. O da Hə. yox, korumu göstərmir. Koruyucu onu göstərməyək. Hə, yox, korumu çək. Şeydir. Nəysə ki, otağın da belə snaryadların burdadır. Bəli, hər şeyi burada. Ləvazimatların. Əzizlərim, düşünürəm ki, Pitomnik 007-nin də çəkilişini burada yekunlaşdıraq. Çünki belə deyək, çəkilərini soruşduq, boylarını təxminən hansılar lazım idi, ölçdüyü suallarını verdik, atası kimdir, anası kimdir. Hə, başqa maraqlı nə suallarınız varsa kommentariyalarda yazın. Cavidan şəxsən girib bir-bir hamısını Bəli, cavablayacaq sizin üçün. Çünki ola bilər ki, bu soyuqdan mən şaxtadan bu dəqiqə donmuşam. Operatorumuz da barmaqlarını hiss eləmir. Yenə də bu əziyyəti sizin üçün çəkirik. Belə deyək də, biz bu əziyyəti çəkiriksə, siz də bu belə deyək, qarşılıqlı hörmət qoyaq və abunə olaq, like eləyək videolarımızı ki, bizdə baxış sayımız artsın ki, daha da motivasiya yaransın və biz gedək yaylaqları çəkək, lazım olan kadrları sizə göstərək. Düşünürəm ki, Cavidan, bu qədər minnətdaram sən əzizim. Ən xoş arzularla ki, Pitomnikin daha da böyüsün, gözəl olsun əziz qardaş. Görüşərik inşallah. Sağ olun, xudahafiz.